Gətirdiyim ərzaqların əksəriyyətini vurublar ambara. Bundan 3 dəfədir ki, ay ərzində gedirəm Türkiyədən ərzaq gətirim evimə. O ərzaqlar hələ də Sədər Kömrük ambarında yatırılır. Soruşuram ki, niyə saxlayırsınız, nədir məndən ədavətiniz? Dedikləri tək bir şey var ki, Nazirlər Kabinetinin qərarıdır, 30 kilodan artıq ərzaq gətirin olmaz. Mənim də gətirdiyim 5 nəfər yoldaşıq 150 kilo ərzaq gətirmişik. O ərzaqlar qoyduqları 30 kilo palojinə uyğun gəlmişik. Sadəcə bəhanələr budur ki, deyək ki, 5 kalbasa gətirmirsən, 1 kalbasa gətirmirsən, sən nə eləməlisən? Ancaq dedikləri budur ki, Nazirlər Kabineti belə qərar verir. Bəs mənə maraqlıdır, Nazirlər Kabineti qərar verəndə sadəcə mənim üçün kasıb vətəndaş şunu verir. Bəs Vüqar Əliyev, komitə sədri, sürdüyü 50 minlik maşın, oturduğu 200 minlik ev, onu quru maaşla alır, Nazirlər Kabineti ona baxmır. Sədrənin post rəisi Kənan Heydərli 50 minlik maşın sürür, 200-300 minlik villası vardı. Onlara quru maaşı ilə necə əldə edibdir? Bəs Nazirlər Kabineti ona baxmır, ancaq bizlərə baxır. Şahin Bağırovun milyonluq mülkləri, malikanələri, maşınları, bunları görmürlər. Sadəcə bizim gətirdiyimiz 5 dənə kalbasanı görürlər.